Çox Aha, gəlin başlayaq. Deməli, müəllimlər, yeni mövzumuz olacaq. Müəllim, şagird, müəllim, valideyn münasibətləri. İlk öncə onu qeyd edeyim ki, istər müəllim olsun, istər müəllim valideyn olsun, istər müəllim şagird münasibətləri olsun. Bu biz münasibətlərdə ilk öncə pozitiv münasibətlərə köklənməliyik. Yəni münasibətimizi pozitiv qurmalıyıq. Həm şagirdlərlə, həm də valideynlərlə. Yaxşı, bunu necə eləyə bilərik? Hansı üsullarla eləyə bilərik? Yəni bunun bir konkret bir resepti yoxdur, düzdür, amma ümumi olaraq bir neçə bizə təkliflər irəli sürürlər ki, bunlardan istifadə eləsək, bu addımlardan, yəni pozitiv münasibət qurmuş ola bilərik. İstər valideynlər, istərsə şagirdlərlə. İndi məsələn, bunlar şagirdlər üçündür. Məsələn, məktub yazmaq. Şagirdlərlə münasibəti pozitiv saxlamaqdan ötürü şagirdlərə məktub yazırıq. Tədris ili başlamazdan əvvəl. Məsələn, bu xoş gəldin məktubudur və bu məktubda biz hiss elətdirməliyik ki, şagirdlərə tədris ilin başlamasını biz səbirsizliklə gözləyirik və bu da bizdə pozitiv münasibətlərin yaranmasına doğru addım atmış oluruq. Daha sonra öncədən tanış olmaq var. Bu nə deməkdir? Bu elə bil ki, sizin sinifinizə uşaqlar gəlməmişdən qabaq hələ sizin dərs keçməmişdən qabaq sizdən əvvəl sinifdə, məsələn, aşağı siniflərdə onlarla maraqlanırsınız həmin şagirdlərə, özünüzü tanıdırsınız və istər-istəməz şagirdlər artıq növbəti tədris ilində sizlərlə başlayanda, sizin dərsinizlə ona dərs keçməyə başlayanda sizə qarşı artıq daha pozitiv münasibətdə olurlar, daha isti münasibətdə olurlar. Çünki bilir ki, əvvəlcə onlardan maraqlanmısınız, sizi tanımış olur əvvəldən. Ona görə sizin dərsinizdə onlar üçün maraqlı olur, siz onun üçün maraqlı olursunuz və münasibətinizdə pozitivlik olur. Sonra gəlirik nəyə? Tədbirlərini təşkil etməyə. Şagirdlər üçün məsələn müxtəlif oyunlar təşkil edirik, maraqlı tədbirlər təşkil edirik. Bu da ki, pozitiv addımlardan biridir yaradılmasında. Sonra uğurları qeyd eləmək var. Bu nə deməkdir müəllimlər, uğurlarını qeyd eləmək? Ad günü ola bilər şagirdlərin. Xüsusi günlərdir də, ad günləri və yaxud da ki, hər hansı bir tətil ola bilər, sertifikat ala bilər şagird. Dərs pozmadan, dərsə müdaxilə etmədən, dərsin əvvəlində xüsusi bir qeyd etmək kimi onu şagirdlərə təqdim eləyə bilərik onun nailiyyətinə ki, məsələn, bu gün bizim sinifdə Zaurun ad günüdür, onu təbrik eləyək və yaxud da o hər hansı bir sahəyə üzrə idman sahəsi uğur qazanıbdır, sertifikat alıbdır, diplom alıbdır, medal alıbdır, gəlin onu təbrik eləyək. Bu da sinifdə pozitiv münasibətin yaradılmasına kömək eləyən vasitələrdən biridir. Sonra qapıda qarşılamaq var. Bu qapıda qarşılayırıq uşaqları gülər üzlə, mehribançılıqla salamlayırıq. Bu da pozitiv münasibətə təsir edən hadisələrdən biridir. Daha sonra nə var? Məktəbdən kənar dəstək var, fikir lövhəsi yaratmaq var. Məktəbdən kənar dəstək bilirsiniz nədir müəllimlər? Sinifdə adətən qarşılaşırıq da, soyuq uşaqlar olur belə. Sinifə qayıb qarışmayan, sizə o qədər də biraz soyuq münasibət göstərən. Adətən məktəbdən kənar hər hansı bir onunla tədbirdə iştirak eləyəndə və yaxud da onun hər hansı bir tədbiri olanda, yarışı falan olanda biz gedib iştirak eləsək, bizim münasibətlərimizdə artıq müəllim-şagird münasibətlərində pozitiv bir mühit yaranacaq. Pozitiv münasibət yaranacaq. Ona görə bu da deyir ki, məktəbdən kənar fəaliyyətdə şagirdlərin gedin bir tədbirində iştirak eləyin və yaxud da onunla birlikdə bir hər hansı bir vaxt keçirin. Bu da sizin münasibətlərinizi bərpa eləyəcək. Sonra münasibətlərin qorunması üçün əsas qaydalar var. Bunlar nədir? Şagirdləri həvəsləndirməkdir. Yəni şagirdləri biz ruhlandırırıq, pozitiv rəylər veririk, yəni müsbət rəylər veririk, onları ruhlandırıb tərifləyirik. Sonra sərhədlərin müəyyən olunması müəllimlər. Bu nədir? Yəni sərhəd qoyuruq. Müəllim-şagird münasibətlərində ilk gündən qırmızı xəttimizi qoyuruq. Bu sərhədlərin müəyyən olunmasıdır. Və həmçinin də müəllim şagird bilməlidir ki, müəllim onun dostu deyil. Bunu biz əvvəlcədən şagirdə ilk günlərdən bildirməliyik. Sonra rol bölgüsü var. Bunu dedim bayaqkı kimi, dost olmaq deyil, müəllim, şagird məsuliyyətli rollarını hər kəs öz rolunu dəqiq bilməlidir. Sonra nəyə gəlir? Bayaq dedim, testdə qarşımıza çıxmışdı müəllimlər. Pedaqoji ünsiyyət üslubları. Bu demokratik üslubla avtoritar üslubdur. Bunu ən çox tarixçilər daha yaxşı bilir, avtoritar insan necə olur. Demokratik üslub odur ki, müəllimlər, yəni sinifdə bərabərlik, hər bir şagirdə söz haqqı verir,
Hər bir şagirdə bərabər yanaşır. Şagirdə müraciəti xahişlə olur. Zəhmət olmasa, xahiş eləyirəm. Hər kəsə, necə deyim, səmimi münasibət, səbrlə yanaşır müəllim və bu demokratik üslubdur. Söz haqqı verir. Demokratiya da, demos xalq deməkdir, kratiya da azadlıq deməkdir, xalqın azadlığı. Yəni sinifdə şagirdin azadlığını təmin eləyir demokratik üslubla. Avtoritar üslub isə bunun tam əksidir. Müəllim mərkəzdə durur, müəllim sinifdə əmrlə danışır, müəllim şagirdlərə azadlıq vermir, bərabərliyini tanımır, cəza tətbiq edir sinifdə nadic şagirdlərə. Yəni əvvəlki o ənənəvi üsulda, indi düzgün yenə tətbiq edənlər var. Bu avtoritar müəllimdir. Yəni sinifdə özü mərkəzdə durur, şagirdlərə bərabərlik vermir. Hakimiyyəti tək öz əlinə alır. Daha sonra gəlirik nəyə? Gəlirik sonra effektiv ünsiyyətə. Sonra bir də müəllimlər effektiv ünsiyyətdə nədən istifadə edə bilərik? Yumordan istifadə edə bilərik. Şagirdlərlə ünsiyyətimizin effektiv olmasından ötrü. Yumordan istifadə edə bilərik. Yəni hər hansı bir lətifədən dərsimizə uyğun lətifədən istifadə edə bilərik. Maraqlı müəllim yumorist sözlərdən istifadə edə bilər. Yəni sinifdə çox xaos yaratmayacaq, şagirdə alçatmayacaq, belə lağlağa şeylər yox, getmir söhbət. Sadəcə yumorist sözlərdən, lətifələrdən, yumorist lətifələrdən danışmaq, sinifdə abu-havanı dəyişməkdə, belə deyim. Bu da ünsiyyətdə effektiv ünsiyyət yaradır şagirdlərlə. Sonra səhvlərə yanaşma var. Məsələn, müəllim də səhv eləyir, bunu şagirdlərə çatdıra bilərik. Müəllim hər hansı bir texniki səhv eləyəndə bunu gizlətməməlidir. Bildirməlidir ki, məsələn, mən burada texniki səhv elədim. Səhv etmək hər birimiz səhv eləyə bilərik. Sadəcə səhvlərimizə düzgün yanaşıb aradan qaldırmalıyıq. Daha sonra göz təması var, bədən dili var. Bu nə deməkdir? Adətən müəllimlərdə var, adi özümüzdən götürək. Təlimə vaxtı müəllim əlini çiynimizə qoyanda istər-istəməz müəllimimizə qarşı özümüzdə bir qürur hissi oyadırıq. Müəllim məsələn danışanda göz təması quranda həmin şagird özünü daha dəyərli hiss eləyir, daha effektiv yanaşır müəllimin dərs keçməyinə ki, müəllimin diqqəti məndədir, müəllim mənlə danışır. Göz təması qurmaq, şagirdin üzünə baxaraq danışmaq. Bunlar hər biri effektiv ünsiyyət strategiyalarından biridir müəllimlər. Hə, bir də nə var? Dil və nitq mədəniyyəti var. Burada nədən? Dialektlərə hörmətlə yanaşırıq birinci. Yəni sinifdə hər şagirdin bir dialekti var. Əsasən də şəhər məktəblərində olur. Məsələn, hər yerin bir dialekti var da, hamısı şəhər uşaqları deyil ki. Hər kəsin bir məsələn lirikdən olan var, şəkidən olan var, gələnlər var. Hər bölgənin özünün dialekti var və şagirdlərin dialektinə hörmətlə yanaşmalıyıq. Və bu dialektləri zaman-zaman aradan qaldırmağa dəstək olmalıyıq. Buna diqqət edirik, dəstək oluruq. Sonra qarşılıqlı hörmət var, kobud danışmırıq şagirdlərlə, səs tonumuzu qaldırmırıq. Çünki müəllim, biz bir nümunəyik hər birimiz. Biz necə danışsaq, necə davransaq, şagirdlər də həmin tərzi özü üçün nümunə kimi götürəcək. Qışqırsaq, onlar da qışqıra-qışqıra danışacaq. Daha sonra əl-qolla danışacaq, şagirdlər də əl-qolla danışacaq. Bunların hər birini biz özümüzdə tənzimləməliyik. Sonra bu effektiv şagird münasibətləri idi danışdığım. İndi isə effektiv valideyn münasibətlərindən danışacağam. Effektiv valideyn münasibətlərində də nədir? Yəni biz çalışmalıyıq ki, yəni valideynlərlə münasibətimizi effektiv quraq və valideynləri tədris prosesinə cəlb edək. Və belə deyim, bunun üçün də bir neçə üsullar var, strategiyalar var. İlk öncə onu deyim ki, münasibətlərin qurulmasına, yəni effektiv müəllim-valideyn münasibətlərinin qurulmasına mane olan bir neçə amillər var. Bu amillərdən biri odur ki, məsələn, valideynin iş çoxluğu olur, iş saatları çox olur. Bu səbəbdən məsələn, vaxt ayırıb məktəbə gələ bilmir. Gəlib şagirdin, övladının dərsləri ilə maraqlana bilmir, iclaslarda iştirak edə bilmir. Sonra bir də nə var? Müəllimin valideynə olan qərəzli münasibət olur. Məsələn, əvvəl hər hansı bir problem yaşayıblarsa, valideynlə qərəzli münasibət göstərir. Bu da artıq valideyn sonra heç valideyn iclaslarına, məktəbə gəlməyə həvəs göstərmir. Bir də konfidensiallıq var. Müəllim konfidensiallığı qorumur. Məsələn, şagirdin valideyn övladı haqqında hamının neqativlərini, hamı içində digər valideynlər içərisində deyirsə, artıq həmin valideyn növbəti valideyn iclaslarına gəlməyə maraq göstərmir. İndi bunları aradan qaldırmaqdan da danışacağıq. Məsələn, effektiv strategiyalardan biri salamlama məktubudur. Bayaq dedim ha, şagirdlərlə. Bu elə valideynlərə də aiddir.
Sonra valideynlərlə ilk ünsiyyətin pozitiv olması. Çalışmalıyıq ki, ilk ünsiyyətimiz pozitiv olmalıdır. Valideynləri pozitiv qarşılamalıyıq. Gülər üz, empatiya. Yəni, ilk dəfədən övladının neqativlərini deməməliyik. Yəni bu uşaqda bir müsbət cəhət var da, heç olmasa, yəni bir neçə müsbət cəhət olmalıdır. O müsbət cəhətləri biz vurğulamalıyıq xüsusi olaraq. Vurğuluyuruq ki, valideyn, yenə deyək, belə deyim də, pis iməsin digər valideynlər qarşısında, həmçinin də elə müəllim qarşısında da. Ki, növbəti dəfə müəllim, valideyn maraq göstərsin, can atsın gəlməyə. İlk öncə, yəni pozitiv münasibət odur ki, şagirdlərin müsbətlərini vurğulayırıq, sonra şagirdlərin irəliləyişləri haqqında məlumatlar veririk. Daha sonra nəyə gəlirik? Aha, hə, bir də müəllimlər nə var? Düzgün münasibəti ələ almaq. Bu nə deməkdir? Düzgün münasibəti ələ almaq üçün addımlar var. Məsələn, təşəbbüs ələ almaq deyil. Təşəbbüs ələ almaq nədir ki? Adətən məktəbdə müşahidə edirsiniz də, müəllim işləyirsiniz. Elə valideyn var ki, özü can atır, gəlir övladının dərslərlə maraqlanır, müəllimlərlə danışır, amma elə valideynlər var ki, biganədir. Yəni bu əsasən bu biganə valideynləri biz tədrisə cəlb eləməliyik, əməkdaşlığa cəlb eləməliyik, özümüz təşəbbüs göstərməliyik. İlk öncə ilk addımı biz özümüz atmalıyıq və təkidli olmalıyıq, israrlı olmalıyıq. Məsələn, bir dəfə zəng elədik, zəngimizi açmadılar, 2 dəfə, 3 dəfə biz zəng eləyək. Təkidli, israrlı olaq ki, həmin valideyni cəlb eləyək əməkdaşlığa, məktəblə əməkdaşlığa, müəllimlə əməkdaşlığa cəlb eləyək ki, gəlin siz də maraqlanın, siz də rol oynayın şagirdiniz, övladınızın tədrisində, təlimində iştirak eləyin. Ailə ilə empatiya qurmaq var, empatiya yaratmalıyıq ailə ilə. Yəni özümüzü ailənin yerinə qoymalıyıq. Mövcud məsələn, hər ailənin vəziyyəti fərqlidir. Mövcud vəziyyətindən maraqlanıb, onu özümüzü onun yerinə qoymalıyıq, diqqətlə dinləməliyik, səbrlə onları anlamalıyıq və özümüzü valideynlərin yerinə qoymalıyıq. Məxfiliyi qorumaq var. Yəni istər şagird haqqında gizlilik olsun, istər ailə haqqında bildiyimiz hər hansı bir gizlilik olsun, bunların hər birimiz nəzərə alıb bu gizliliyi saxlamalıyıq, qorumalıyıq. Çünki bizə verilən bir məlumatdır da bu gizlilik. Sonra və bayaq dediyim valideyni anlamağı göstərməliyik. Daha sonra nə var burada? Daha sonra bu qədər müəllimlər bu mövzumuz. Bu qədər